Kofe çox içildiyində belə bu təsirləri yaratmırdı. Əslində tam tərsini yaradırdı bilirsiniz. Və kofeni müdafiə edən biri deyirdi ki, insan ağzında bismillah ilə kofe içər və oyaq qalır. Halbuki sərxoş edici içkiləri içərkən çılğınca keyif axtaran biri Allah saymaz, sərxoş olar. Kofeyə qarşı çıxanlar, kofe içənin fiziki və zehni vəziyyətində hər hansı bir dəyişiklik olmasını kofeni qadağan etməyə yetərli səbəb olduğunu düşünür və bunu müdafiə edirlər. Qarşı tərəf isə baharatlı qidaların da, soğan, sarımsağın da gözlərini yaşartmaq kimi bir fiziki təsirlərinin olduğunu deyir və amma onun qanuni bir qadağası olmadığını deyərək bu iddianı çürüdürlər. Əslində məsələ əlbəttə ki, yetkililəri narahat edən vəziyyət kofenin içənlərin üzərindəki təsiri deyildi. Hansı şəraitdə, şərtlərdə içildiyi idi. İçilən yerlərin dedikodu və söylənti, siyasi mübahisə, siyasi söhbət yerləri, hiciv, satira məkanı olduğu üçün bu məkanlar içilən yer onları narahat edirdi. Və əxlaqi baxımdan şübhəli görünən İslama görə şahmat və nərdin də populyar olduğu məkanlar idi bu kofenin içildiyi məkanlar və yəni ağlın yürüdüldüyü, mübahisələrin edildiyi, danışıldığı, satiranın yürüdüldüyü insanların belə deyək aydınlanma, açıq düşündüyü düşüncəsinin formalaşdığı yerlər idi və texnik olaraq İslam hüququna görə masa oyunları ortaya bahis pul qoyulduğu zaman bilirsiniz ki, qadağan idi. Ancaq havayı oynamaqları həqiqəti dəyişmədi və yəni kofe müxaliflərinin bu yerləri ən yaxşı vəziyyətdə laçkalıq məkanları, dedikodu yerləri, ən pis isə fəsad yuvaları olaraq algılamaqlarını dəyişmədi bunların bu hərəkətlər və yəni havayı oynasalar, neynəsələr də. Ümumilikdə qısa ömürlü də olsa qəhvəxanaları qapatmaq üçün bir neçə cəhdlər oldu. 1524-cü ildə Məkkədə, 1539-cu ildə isə Qahirədə belə bir cəhdlərin olduğunu bilirik. Ancaq bu çabalar və kofe içənlərin dedikoducu ya da tənbəldir adlandırılmasına baxmayaraq əslində heç bir qanun pozulmurdu. Buna görə də kofenin qadağa etmək cəhdləri gec-tez uğursuz olur.